O ki qaldı bəzi cahillərin La ilahə illallahın mənası Allahdan başqa Allah yoxdur sözü deməsi heç bir əsassız bir cəfəngiyyətdir. Niyə görə? Çünki desən ki, Allahdan başqa Allah yoxdur və hətta onlar dedilər ki, siz ey sələfilər, Allahdan başqa ibadət haqqına layiq olan məbud kəliməsini hardan uydurdunuz, siz bidatçı elə özünüzsüz dedilər. Və dedilər ki, həqiqi o mənası, La ilahə illallah, Allahdan başqa Allah yoxdur dedilər. Dedik ki, bunu deyən insanın ərəb dilindən sıfır anlayışı yoxdur, bir. İkinci, kitab və sünnədən, dindən anlayışı yoxdur, üç. Dördüncüsü də bu insan tövhid, əqidə deyilən bir şey haqqında sıfır anlayışı yoxdur. Nəyə görə? Birinci, ərəb dilinə qaydaq, La ilahə illallah. Lüğəti mənasına əvvəlcə qaydaq, Allahdan başqa ilah yoxdur. Lüğəti mənası nə demək? Hər iki qaydaq. Orada birinci kəlmə ilahdandır. Demir ki, la Allaha illallah. Çünki bu deyir ki, Allahdan başqa Allah yoxdur. Demədi ki, la Allaha illallah. Demədi, la Allaha illallahu. Demədi. Dedi, la ilahə illallah. Birincini ilah gətirdi, sonra Allah gətirdi. Bu birinci məsələ. Desən ki, Allahdan başqa Allah yoxdur. Bunu deyən insana görə bütün yer üzü müsəlman olur. Avtomatik. Hindusu da, Krishnayedi də, Yahudisi də, hətta masonu da. Əgər onun dediyi düz olsa. Niyə görə? Çünki hər kəs bilir ki, Allahdan başqa idarəçi eləyən, idarə edən, əzəmət sahibi böyük bir qüvvə, Allahdan başqa yoxdur. Hamı bunu bilir. Fitri olaraq hamı bunu deyir. Kimsə ona başqa adlar verir. Belə ikən biz bildik ki, bu cürə tərif fasid tərifdir, batil tərifdir, heç bir əsas yoxdur. Fikir verin. Çünki desən ki, Allahdan başqa heç bir Allah yoxdur. Nasranilər də belə dedilər, sadəcə böldülər. Ataya və oğla. Aydındır. Həmçin Yahudilər. Həmçin Allah'a şərik qoşan insanlar. Hətta buddistlərdən soruşsan, deyəcəklər, Budda şeyxdir. İlah haqqında bizə xəbər verən bir dahi. İlah haqqında, Tanrı haqqında nələrsə yazıb, buraxıb gedib, soruşsan onlardan, bəs buna niyə tapınırsan? Deyər ki, biz Allahı tanımadıq deyə, bunun heykəli vasitəsilə həmin onun dediyi Allaha tapınırıq. Nə oldu? Bunlar da müsəlman oldu avtomatik. Bu da sapıq, fasid bir əqidədir. Allahdan başqa ilah yoxdur. Bəs niyə məhz haqq ilah, məhz məbud, bəs bunu hardan çıxartdınız? Deyir ki, o ki qaldı mücərrad ilah kəlməsinə, Allahdan başqa ilah yoxdur. Bunu istilahi belə tərif eləsən, Allah Teala deyir ki, ilahun ma'allah, yoxsa Allahla başqa ilahlar mı? Allah deyir ki, başqa ilahlar var. Ancaq onlar batil ilahlardır, uydurma ilahlardır. Belə də lüğəti mənası və istilah mənası düz olmur. Arbabun xayrun mütəfərriqun əmillahul vahidul qahhar, müxtəlif Rəblərmi yaxşıdır, yoxsa tək olan, qahir olan, vahid olan Allah mı? Gördün burada, Rəbb də haqqında xəbər verdi. Demək, söhbət nədən gedir? Hansı ilahdan gedir? Həmçin Kəhf surəsinə baxsan, Allah Teala Kəhf surəsində Ashabul Kəhfin öz qövmü haqqında dediyini çatdırır ki, İnnə həulə, bu ayət, İnnə həuləi qovmin ettəxədu min dunihi iləhə. Bizim qövmümüz Allahdan digərlərini ilahlar götürdülər. Bizim qövmümüz Allahdan digərlərini ilahlar götürdülər. Və Quran-ı Kərimin mətninə görə ilahlar haqqında xəbər verir. Ancaq bu ilahlar nədir? Batil ilahlardır. Elə isə la ilahə illallah kəlməsinin mənası əslində Allahdan başqa ilah yox. Və kəlmənin əslinə qaydanda ilah kəlməsi nədir ərəbində? Dedik ki, əl-mə'luh kəlməsi, Allah lafzı, mə'luh kəlməsindən iştiqaq olub və mənası mə'bud mənasına gəlir. İbadət olunan. Yaxşı deyə bilərsiniz ki, bəs Allahdan başqa ibadət olunan nə çoxdur yer üzündə? Deyir ki, burada da haqq kəlməsi gəlməsi ilzam oldu. La ilahə illallah, Allahdan başqa haqq ibadət olunan. Haqq ilah yoxdur. Aydındır? Allahdan başqa haqq ibadət olunan. Yəni, ibadət haqqına layiq olan ilah yoxdur. Allah aydındır. Bu şəkildə la ilahla mənası bilinir.